Sovetski qəsəbəsi bura Respublika Komidə yerləşir, Rusiya Federasiyası. Buranın tikintisi 50-ci illərdə başladı. Sovet vaxtında tikintilərdə çoxlu sayda qulaq məhbusları işlədilirdi. Burada da bu hal istisna olmadı. Buranın da tikintisində qulaq məhbusları işlədilirdi. 1964-cü ildə bura şəhər tipli qəsəbə statusu aldı. Burada yaşayış binaları, uşaq bağçaları, məktəblər salındı. Yəni həyat üçün infrastruktur baxımından lazım olan əsas infrastruktur mövcud idi. Burada kömür yataqları mövcud idi və bu qəsəbədə ona görə yaradılmışdı. Orada yaşayanların əksəriyyəti kömür yataqlarında işləyirdi. Bu qəsəbənin iqtisadiyyatı demək olar tamamilə kömürdən asılı idi. Buranın qışı çox sərt olur. Qışda hava mənfi 40-45 dərəcəyə qədər düşə bilir. Həmçinin burada qış 8-9 ay davam edir. Yay isə çox qısa olur. 10 dərəcə, 15 dərəcə müsbət. Buranın əhalisinin ən pik sayı təxminən 80-cı illərdə olub. Onda qəsəbədə təxminən 6000 insan yaşayırdı. 1998-ci ildə qəsəbədə mədəndə partlayış oldu. Onlarca adam dünyasını dəyişdi. Hal-hazırda burada təxminən 2000-ci illərdən heç kim yaşamır.